Tanınmış Hind aktyoru Dharmendra vəfat edib. Hind kino sənətinin canlı əfsanələrindən biri olan Dharmendra bugün dünyasını dəyişib. O, Azərbaycanlı tamaşaçılar üçün xüsusilə yaxın sima idi. Daş və Çiçək, Sita və Gita, Əli Baba və 40 Quldur və digər filmləri ilə çoxlarının xatirindədir. Dharmendra o qədər populyar idi ki, bir çoxları yeni doğulmuş övladlarına onun personajlarının adlarını qoyurdular. Bir neçə il əvvəl həmin adamlardan birini məhkəmədə şahid kimi dinfiriləndə gördüm. Təsdiq etdi ki, ona Şaki adını valideynləri Dharmendra'nın Daş və Çiçək filmində yaratdığı obrazın tərəfinə veriblər. Dharmendra öz 90 illik yubileyinə cəmi 2 həftə qalmış həyatdan köçdü. Onun yaradıcılığı təkcə Hindistanda deyil, başqa ölkələrdə də böyük rəğbətlə qarşılanırdı. O, Hind kino tarixində romantik obrazların, cəsur qəhrəmanların və humanist idealların rəmzi kimi qalacaq.